26-cı sual idi, düzdürmü? Mənim 26 neyim yetdi? Yazmayanlar, İzah testləri yazmayanlar, qaranlıq qalır deyənlər var. Burada nə qədər izah verdik. Bunlardan tutmağa çalışın. Nə sualınız olsa mənə deyin. Harda qaranlıq qaldı deyin. Gələn dəfə sizlə işləyin. Gələn dərsə qədər nə vaxt qurtardınız deyin. Sizə də dərs salaq əlavə. 26. Bərabər yanlı üçbuzanın yan tərəfi A-ya bərabərdir. Bu üçbuzanın tutacağı üzərində götürmüş nöqtədən yan tərəflərə paylı iki düz xətt çəkilmişdir. Alınan paralelogramın perimetrini tapın. Bir yaxın izah elədiyimiz suala oxşayır. Biraz fərqləri var. Ayan izah elə görüm. Nə dediniz belli? Ayan demişim, Mən ayan neçə? yoxdur. Hə, mən 26. 26-da mən burada bərabər yanlış bucağın yan tərəfi A-ya bərabərdir. Mən bir də Tamam. bərabər yanlış bucaq çəkirik. Deyir ki, mən də Sonra deyim, mən bərabər onun yan yanlış tərəfi uzaq çək. Hı, çəkdim. De. Sonra mən yan tərəfi A-ya bərabərdir. Hı, Bu üç bucağın oturacağın üzərində götürülmüş nöqtənin yan tərəfə paralel iki düz xətt çəkirik. Mən biri sağ tərəfə, biri sol tərəfə. hı. Sonra mən bunu sağ tərəfə çəkdiyimizdə mən iki oturacaq biçik tərəfə alfa, orada alfa. İki tərəf Hı. alfa olur. Sonra mən üçbucağım burada. Hə. Sonra mən bu A-dır. Bunu elə bil ki, bu tərəf A-dırsa, bir tərəfə, o biri tərəfdə A-dır. Paraleldə axı. Sonra Çəmişim. mən oradan hə, bəli mən. Sonra mən buradan xətt çəkmişəm sağ tərəfə doğru və sol tərəfə doğru. Mən oradan da bu bir tərəf mənim x eləyib balaca üçbucağının tərəf x, o tərəf isə açıq x. Sonra mən burada perimetrin deyir. Hı. Mən perimetri mən. Perimetr bərabərdir. 2 vurulsun. X üstə gəl. A çıxılsın x bərabərdir. 2 vurulsun A-ya. Buradan da mənim Hı. həmən burada da mənim Bax. x-lar gedir. Bura bütöv 2 A-ya ilə A qalır. bərabərdir. Burada 2 A-ya. bütöv A-ya bərabərdir. Misal qarşıya aparırsan. Bax, bütöv A-dır, burada A-dır. Bərabər yanlı üçbucaqdır. Sənə deyir paralel xəttlər yendir. Paralel xətt, yəni yan tərəfə paralel bir dənə buradan yendirdin. Bu tərəfə də paralel buradan. Ölçüləri eyni olmaq məcburiyyətində deyil. Sadəcə istiqamətləri paralel istiqamətdə olmalıdır. Bu tərəf bütöv A-dır, bu tərəf A-dır. Gəl paralel tərəfdən bərabər yanlı üçbucaqlar burada aiddir. Bu tərəf x-dirsə, bax bu tərəf. Bunun yan tərəfi də x-dir. Çünki buradan alınan üçbucaqlar da bərabər yanlı üçbucaq olur. Eyni zamanda bu tərəfi sənə y veribsə, buranı aldınsa y, həm də eyni zamanda hansı tərəfdə y olacaq? Bu yan tərəfdə y olacaq. İkiyən deyirəm, bərabər yanlı üçbucaqdır bu sənə. Buranı y verdi. Bax, bura y-dirsə, bunun qarşı tərəfi də y-dir. Bura x-dirsə, bunun qarşı tərəfi də x-dir. İndi bu tərəfə demişəm, bütövlükdə buradan bura qədər olan məsafə a-ya bərabərdir. A-nın içində nə var? X-lə y. Deməli, x-lə y-in cəmi eyni zamanda nə imiş? A imiş. Bunu tapdıq. Almışdım. Alınan paraleloqram, yəni bax, alınan bu fiqur var, paraleloqram. Bunun perimetrini istəyir səndən. P bərabərdir paraleloqramdır. Ümumi dörd tərəfin cəminə x, x, 2 dənə x var. Üstə gəlinsin, eyni zamanda 2 dənə də y var. Bu dörd bucaqlı var, paraleloqram. Bunu istəyir səndən. Hı. Üstə gəlinsin, y. Bərabərdir. Burada 2 dənə x var, 2x. Üstə gəlinsin, 2 dənə də y var. Mən bu y-in yerinə açıq x yazmaq olar da. Neyini? Sana üsulla aparıb 2-ni ortaq vuruq çıxardandan sonra mörtəzədə nə qalır? X üstə gəl y. X-də X üstə gəl gəlsin. y-in yerinə nə yazırsan? A yazırsan. A Nə var. olur? Onda 2 2A. alır. 2 alır. Cavabda A. olur Mən hansı variant? A variantı. A. Orada belə də eləmək olar. Yəni o bir tərəfə x vermədi. Hı. X olanda axı üçbucağın bir tərəfi x olur, sonra açıq x-də qalan hissəsi. Hı hı. Bir tərəf açıq x olur, paraleloqramda da yenə o birisi tərəfdə açıq x olur. Yenə x. Perimetrdə olar 2 vurulsun açıq x üstə gəlir x. Yenə eyni şeydir. 2a. Və yenə bax özünüzə yenə eyni şey. Burada da buranda x verəndə buranda digər tərəfləri y ilə deyəndə bura onsuz da x y qalır. Deməli A-nın içində x-in y-in cəmi imiş də. Bunu da bir tərəfə yazandan sonra burada da gedib rahatlıqla əvəz edib yazmaq olur. 2-ni ortaq vuruq çıxardandan sonra x üstə gəlir y-in yerinə də A yazırsan, 2 vurulsundan eləyir 2A. Bu da bir qaydadır. O yolla da gedə bilərsiniz bu da. Məncə bu da rahat bir yoldur. Deyin görüm sualınızı.
Mənim 27 baxa bilərik zəhmət ABC olmasa. paralelogramdır. AB bərabərdir. Dəli mənim. Elə görüm Ömər. Mən orada deməli deyir ki, AB ilə CD 1-dir. Əgər AB 1-dirsə, deməli EC də 1-dir. Çünki paralelogramın necə qarşı tərəfləri bərabərdir. AB ilə EC bərabər olmalıdır. Ona görə iki tərəf də 1-dir. Daha sonra mən burada bizə AOD-ni 60 verib də. Burada da uyğun bucaqlara əsasən deyə bilərik ki, OCE bucağı var. Deməli, orada 60 olar. Ekrana nəsə yazı düşür dəqiqə. Aha. Onu qeyd edə bilərsiniz mənim bilən şey. OCE bucağı var mənim aşağıda. Gəl bir Orada dəqiqə. 60 olar. Uyğun Buranı bucaqlara görə. 60 verib sənə. Haranı istəyirsən 60? Bəli. OCE-ni bu tərəfə düşür OCE. 60. Bura düşür 60. Bu da Bəli. hara düşür? Bir də bura İndi düşür. 60. Bura 60-dırsa bizdə qarşı tərəfi də 60-dır. Bura da 60-dır. Gəl onu da yazın. bəli, bəli. Hı. EC də 1-dir də. Deməli bu biz EDC üçbucağını fokuslansaq, CD ilə EC 1-dir axı. Onda bərabər yanlı üçbucaqlardır onlar. Hər iki tərəfi 1-dir. Onda o birisi tərəfə də yazarıq 60. Yəni bura. Onda 2 dənə 60 olsa, bir dənə də 60 olur da. Yəni 3 dənə 60 bərabər tərəfli üçbucaq olurlar. Bax buranı bu üç bucağa ayırdım, çıxartdım buradan. Aha, deyirəm. Bura 1-dir. Bəyənməm. İndi Burada 1-dir. yox, mənim ED 1 deyil, mənim CD 1-dir, bir də EC. Mənim Bura bərabər yansı. Bura 1-dirsə bura ED 1 1, deyil. bəli. Burada EC də 1-dir də mənim. şuradan bura 1-dirsə bura 1-dir. Bəli. Nəsə səhvlik Aşağı. görürsünüz Sonra da elə sualda. perimetr istəyirdi, 3 sual Sualında verir. nəsə səhvlik görürsünüz misalda. Hə, məncə hə. Hara Səhvlik var. səhvdir? Hanı səhv? Səhvli yoxdur axı. Fidandır da həmişə elə sualda cavab hə olur axı, ona görə özünü atdı ortaya. Bala bura 1-dir. Bax AB Yox. bərabərdir CD-yə, bu da bərabərdir 1-ə, düzdürmü? Bax buradan bu üç bucağı Bəli. çıxardıq. 60 dərəcələri yazandan sonra. DC Hə, sənə 1. AB-ni verib sənə 1, düzdürmü? Bura 1-dirsə digər bəli. tərəflərə də 1 düşür. Bura da 1-dir, bura da 1-dir. Bucaqları da 60-60 yazdıq. Davam elə Ömər. Bəli. İndi orada bizə EC-ni 1 verib də. AB 1 isə EC də 1 olar. Hı. Sonra CD-ni də 1 vermiş də. Ay sağ ol. Biz də Hı. 60 dərəcəni bilirik axı. OC 60-dır. Aha. Deməli bərabər yanlıdır ki, CD 1 olub, EC də 1 olub. Ay 180-dən sağ ol. çıxarıq 60-ı bölərik 2-yə, olar 60. Ay Dairə sağ ol. bərabər tərəfli üçbucaqlarda, çünki 3 tərəfi də 60-dır. Ay Bərabər sağ ol. tərəfli isə deməli tərəflər də bərabərdir. Üçüncü bucaqda olar 1. Ay 1, sağ 1, ol. 1. Perimetrdə olar 3. P də bərabərdir nəyə? Bu üçü toplayırsan. 1, 1, 1. Toplayanda neçə edir? 3. Cavab da olur A Bilir. variantı. Bax, 60 dərəcəni verib sənə, düzdürmü? Digər tərəflərdən baxırsan ki, bura 60-dırsa, burada 60-dır, buranı da 60 tapırsan. Sən digər tərəfi tapmaq üçün bərabər yanlıdır axı. Sən bu 180-dən 60-ı çıxırsan, qalır 120, 2-yə böləndə 60-60 düşür. Baxırsan ki, hamısı 60-dır. Bucaqları 60-dır, bir-birlərinə bərabərsə, deməli bu ümumiyyətcə bərabər tərəfli üçbucaqdır. Buranı sənə 1 veribsə, digərləri də 1-dir. Sən də buranı bax bu qırmızıya aldığım üçbucağın perimetrini istəyir. Perimetr nəyə bərabərdir? Üç tərəfin cəminə. 1, 1, 1. Bu üçün toplayırsan. Nəyə bərabər olur 3-ə? Cavab da olur A variantı. Deyin görün bir dənə də suala baxaq o biri qrup gələnə qədər. Deyin görün. 30 var 29. məndə. 30-a da bax. 29 var mənim. Başqa 29-a baxaq. 29. Perimetri 44 sm olan parallelogram diaqonalları ilə 4 üçbucağa bölünmüşdür. İki qonşu üçbucağın perimetrlərinin fərqi 6 sm-ə bərabərdir. Paralleloqramın tərəflərinin uzunluqlarını tapın. Sual kim verdi? Alyana. Mənim mən də soruldu. Bax sənə deyir ki, bir dənə deyim görüm, hə, burada yoxdur, hazır şablon. Bir dənə sənə şey verir, parallelogram verir. Bir dənə parallelogram verilir. Paralelogramı çəkdik. İndi burada sənə deyir ki, bunun diaqonalları, bax, bunun diaqonalları bir-birlərinə 4 üçbucağa bölmüşdür.
Gəl İzah diaqonalları edeyim çək. mən bunu. Diaqonalları gözlə addım-addım gedək. Qıraqda fikrim qalıb telefonda. Qıraqdakı qruplar dayanmır. Yad çıxacaq zəng edir 3 dəqiqə keçən kimi. Siz də elə sizə bir yazmayın, zəng eləməyin. Birinci gələcəm sırası. Bunlar bax, Ben de eləməyəm. 4 dənə Ben çıxacağı de böldü. Burada bir dənə çıxacaq var. Gəl bunun üstündə eləyəcəm. Burada paralelogramımız var hazır. Burada bax diaqonallarına baxırsan 4 dənə bərabər üçbucağa bölünüb. Bax bu şəkildə. 4 dənə bərabər üçbucağa bölünüb. Sənə deyir ki, perimetri 44 sm olan parallelogram diaqonalı ilə 4 üçbucağa bölünmüşdür. İki qonşu üçbucağın perimetrinin fərqi 6 sm-dir. Paralelogramın tərəflərinin uzunluqlarını tap. Bu tərəfindən, bax bu tərəfi tapmağını istəyir səndən. Uzunluqlarını istəyir. Və sənə deyir ki, qonşu üçbucağın perimetrlərinin fərqi 6 sm-dir. Yəni buranı məsəl üçün deyirəm, P1 ilə işarə edəsən perimetrini, buranı da P2 ilə işarə etsən qonşular yan-yana olanlardır. Bunların fərqi, bəli. yəni P1-dən P2-ni çıxanda nəyə bərabər olub fərqi? 6-ya bərabər olub. Məsələn, səndən tərəflərini istəyir, uzunluqlarını istəyir. İndi necə yazaraq? Mən bilərəm ki, bax, Mən mümkün olaraq. amma Hə, Ömər. De. mən bu cür yazmışam müəllim. Hı. Deməli, paralelogramın bir tərəfinə x a verdim, bir tərəfinə b Aysa verdim. onu Böyük eləyirəm olan tərəfə a hal-hazırda. verdim. Buranı bax, deyəsən ki, buranı iki tərəfə ayırsan, bura necə eləyir? Bəli. Bura Burada A-dır, mən bu cür bura da elədim. A-dır. Deməli mən Bura bəli. B-dirsə, bura da B-dir. Bax, ora gəlirəm mən də. Bura A-dır, Paralelogramı buranı da böyük paralelogram var ya mənim ABCD. Aysa. Onun da böyük tərəfinə x yazdım, balaca tərəfinə y. 2 vurulsun x üstə Yazdım. Y-dirəkdən. Mən 2 vurulsun x üstə y bərabərdir Aysa, 44-dür. X üstə aysa. y olar Bax, 22. birinci buranı x-lə y-dən işarələmişdim. Bura A ilə A-dır, burada B ilə B-dir. 2 bərabər hissəyə ayrılır. Sənə perimetri, ümumiyyətlə parallelogram perimetri verib axı sənə ki 44. Perimetr nəyə bərabərdir? P bərabərdir. 4 tərəfin cəminə x üstə y vurulsun 2-yə bərabərdir. 2 vurulsun x üstə gəlinsin y-ə. Bunu sənə perimetrin verib hazır. 44-ə bərabərdir. Deməli x üstə y nəyə bərabərdir? 22. Aysa, 22. 44-ü Mən bölü mən 2-yə orada belə elə 22. bilərik də. Birinci məsələn paralelogramda orada yazarıq perimetri x üstə y a üstə y b. O O birisində birisi A üstə y gəl üstə bir, y Y a nə? üstə y b-dir də. Ondan da deyir fərqi 6-dır. Bax, Bəli. ümumi Orada da deyir deyəsən ki, bu fərqi tərəfə 6-dır. bax. Burada belə yazarıq da Bu x üstə y tərəfdən a üstə y baxanda, b çıxılsın. bu tərəfindən baxanda bu üçbucağın perimetri P1 nəyə bərabərdir? A üstə gəl B üstə gəlinsin x-ə. Çıxılsın. P2-nin perimetrini tapanda A, B, Y. Burada 3 tərəf var. Amma bu çıxılsın onun işarələrini dəyişəcək. A üstə gəl yox çıxılsın B, üstə gəl yox çıxılsın Y olur. Bərabərdir nəyə? 6-ya. Mənfi O 1 yüzden sayı B gedir, x sayı getdi. A ilə B Mənfi A ilə də gedir. müsbət A getdi. X çıxılsın Qalı nəyə bərabərdir? 6 ilə. 6-ya. Sən Sonra bunları mən orada sistem ala tənlik bilərsən. şəklində qurarıq da mən x üstə y bərabər Sistem 22, x alarsan, çıx y deyərsən bərabər 6. A sarı x üstə gəl y bərabərdir 22-yə. Sistemdə x çıxılsın y də bərabərdir nəyə? 6-ya. 6 6 toplayanlar zaman y-lə müsbət Y mənfi y qalır 20 2x getdi. bərabərdir. 22 ilə 26-ını toplayanda neçə edir? 28. X-ə 28. bərabərdir nəyə? 14-ə. X-in 14-də. 14. Digər neçə olacaq? Bu üstə nə gəlsəm 22 eləyər? 8. 28. Cavab doğru variantı. Aydın oldu. Bəli. Lakin burada yekunlaşdıraq, o biri qrupa gecikirəm üşək. Bunu gələn dəfə qaydaların tam hazır formaya gətirin. Ümumi qaydalarda atacağım indi qrupa. İzah rekord videosunu da atacağım. Qayda izahı. Dərs test yox, qayda izahı. Ki çətinlik çəkənlərin əlində qayda materialı da ola bilsin. Yen deyirəm Aysun, bax səs zəif gələnlərdən edin. Günel, ümumi dedim bölməni başa düşməmişəm. Oturun, ümumi bu dediyimiz sualların hər birinə baxın. Yazmağa çalışın. Nə qaranlıq qalsa mənə yazın sabah axşam. Siz ikinizə link atın görün nədir başa düşmədikləriniz sizdən işləyək. Yaxşımı? Yaxşı.